Universal Hospital təqdim edir. Real FM-də Real Səhət. Axşamınız xeyir olsun. Real FM 107 dalğasında Real Səhəti dinləyirsiniz. Studiyada Vasif Akiflidir. Bugün Real Səhət verilişində çoxlarını narahat edən, lakin çox vaxt gec mərhələdə diqqət edilən bir mövzunu müzakirə edəcəyik. Oynaq xəstəlikləri, xüsusilə də bu çanaq və diz oynağı artrozundan danışacağıq. Gündəlik hərəkətlərimizi məhdudlaşdıran bu problem necə yaranır, hansı əlamətlərlə özünü göstərir və vaxtında müdaxilə olunmazsa hansı fəsadlara səbəb ola bilər? Bu və digər suallara bugün mütəxəssisimizin iştirakı ilə aydınlıq gətirəcəyik. Studiyamızın qonağı Universal Hospitalın uzman travmatoloq ortopedi ixtisaslı həkim İsmail Məhərrəmlidir. Xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm. Yaxşıyam. Siz necəsiz? Təşəkkürlər. Hər həftə olduğu kimi bu həftədə səhhətimizi və bizləri maraqlandıran maraqlı bir mövzu ilə əslində dinləyicilərimizlə bərabərik və özümü şanslı hiss edirəm ki, sizin kimi bir mütəxəssisdən əslində oynaq ağrılarını danışacağıq. Çünki günümüzdə çox adamdan eşitdiyimiz, amma keçər, belə idi, zaman-zaman dincəlirəm, keçir, həkimə müraciət etmədən bir çox alternativ yollarla bunu həll etmiş kimi sayan xəstələri də eşidirik. Hətta sizə də gəlir, axırda son mərhələdə gələn xəstələr də olur. Elə istərdim birbaşa keçid alaq sualıma. Artroz nədir və hansı oynaq dəyişiklikləri ilə başlayır? Əvvəla onu demək istərdim ki, artroz bir oynaq xəstəliyidir. Digər adı isə artrit, osteoartrit. El arasında isə duzlaşma, kirəklənmə də deyirlər buna. Artrozu genəldə insanlar sadəcə qığırdaq xəstəliyi olaraq düşünürlər. Ancaq artroz oynağın bütün strukturlarının, qığırdağın, subxondral sümüyün, oynaq sinoviyasının və oynaq ətrafı yumşaq toxumaların bütünlüklə progresiv və degenerativ xəstəliyidir. Yəni bu nə deməkdir? Oynaqda bir köhnəlmə prosesi gedir və bu proses zaman keçdikcə ilərləyir və daha da pisləşir. Bu proseslər qığırdaqda biokimyanın dəyişilməsi, sümükdə subxondral sümükdə skleroz baş verməsi, oynaqda sinovit şəklində baş verir. Oynaq ətrafı yumşaq toxumalarda sərtliklər baş verir. Biz adətən bunları daha çox rentgendə diaqnozunu qoyulur, rentgen vasitəsilə və rentgendə adətən oynaq arası daralmalar. Bu çanaq və diz oynaq artrozu bir-birindən nə ilə fərqlənir? Ya da heç fərqi yoxdur? Əslində hər birinin əvvəla anatomik olaraq fərqli bölgələrdir. Bu çanaq oynağı but sümüyünün başı və sirkə kasasının birləşməsindən əmələ gəlir. Diz oynağı isə but sümüyü, qamış sümüyü və diz qapağının birləşməsindən əmələ gəlir. Hər birinin fərqli etiolojisi var. Adətən but çanaq oynağı struktural problemlər səbəbi ilə yaranır. Yəni doğuşdan olan but çanaq oynağı çıxığından, displaziyalardan yaranır. Diz oynağında isə artroz adətən travma sonrası çoğunluqla yaşlılıq və ağır çəki sonrası əmələ gəlir. Bunların etiolojisi, anatomisi tamamilə fərqlidir bir-birindən. Gedişatı da bir-birindən fərqlidir. Diz oynağı artrozunda adətən diz oynağında fleksiyon dediyimiz bükmə hərəkətində məhdudiyyət yaranır. Bu çanaq oynağında isə içəri doğru, iç rotasiya dediyimiz bacağın içəri doğru çevrilməsində məhdudiyyət yaranır. Təşəkkür edirəm. Telefon xəttində dinləyicimiz var. Ramal bəy bizimlədir. Alo, vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Necəsiz? Real Səhətin ənənəvi sualı, necəsiz? Təşəkkür, siz yaxşı olun. Salamlayıram sizin qonağınızı da, sizin kollektivinizi də salamlayıram. Çox təşəkkürlər. Buyurun, biz sizi eşidirik, həkimimiz də sizi dinləyir. Oynaqla əlaqədar səhv eləmirəmsə, bəli. Oynaq ağrıları, yəni məndə də o bir şey baş vermişdi. Məsələn, çiyin oynağında məşq zamanı travma almışdım. Bəli. O ağrılar məndə düzdür, yoxlatdırandan sonra aşkar olundu ki, çox zədə olmayıb. Ancaq oynaq ağrıları çox ağrılarda, çox pis ağrılardır. Belə deyək, nə üzr istəyirəm, yatmağa imkan vermir, insanın qolu keyir, belə bir şeydir. Ancaq qarşısını ala bildi. Ancaq bu oynaqlar revmatizm olunan zamanlar da hiss olunur diz oynaqlarında, səhv eləmirəmsə. Məndə bax, elə bir şeylər də var. Sizin hal-hazırda şikayətiniz çiyinlə bağlıdır, yoxsa çiyinlə bağlıdır. Biraz mövzudan kənar olsa da belə deyim, idman zamanı olan travmalar adətən ilkin mərhələdə vətər iltihabı, biceps tendiniti və yaxud rotator əzələlərin yapışma yerində olan iltihab şəklində olur.
Amma uzun mərhələdə olan çiyin ağrısı, özəlliklə idmandan sonra bizə əzələlərin, subskapular əzələnin, supraspinatus əzələlərinin yırtığı nəticəsində olur və özəlliklə gecə üstünə yatarkən olan ağrılar MRT-də də əgər yırtıq görülürsə və bu gecə olan ağrılar da varsa, mütləq əməliyyat edilməlidir. Və özəlliklə də ağrı kəsici və fizioterapiyaya cavab verməyən ağrılara biz əməliyyat tövsiyə edirik. Əgər sizin də MRT-niz çəkilibsə, nəticəsini deyin və ya çəkilməyibsə, ən yaxın zamanda ortopedi travmatoloq həkimə müraciət edin və MRT nəticəsinə görə müalicəniz təyin olunsun. Təşəkkür edirəm, minnətdaram doktor. Allah sizdən razı olsun. Sizə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun məsləhətinizə görə. Təşəkkür. Biz təşəkkür edirik Ramal bəy zənginiz üçün. Bu arada qeyd edim ki 077 710 71 07 WhatsApp xəttimiz ixtiyarındadır. Suallarınızı yaza ünvanlaya bilərsiniz və 404 15 94 nömrəsinə zəng vurub eyni Ramal bəy kimi suallarınızı ünvanlaya bilərsiniz həkimimizə. Qeyd edim ki 099 599 65 56 nömrəsi isə Universal Hospitalındır. Verilişimiz Universal Hospitalın sponsorluğu ilə qulaq asırsınız. Həkim elə travmalardan və yaşlardan danışmışkən istərdim deyəsiniz ki, artroz daha çox hansı yaş qrupunda müşahidə olunur? Artroz əsasən bizim ən çox 60 yaş üstü xəstələrdə gördüyümüz bir xəstəlikdir. Amma 40 yaş altı xəstələrdə də bunu görə bilərik. Adətən 40 yaş altında travmalar nəticəsində düzgün sağalmayan sınıqların nəticəsində artroz görə bilərik və yaxud but çanaq oynağında displaziyalar nəticəsində daha erkən yaşlarda artroz görə bilərik. Amma genel olaraq bizim xəstə populyasiyonumuzun artroz nəticəsində gələn populyasiyonun 90% 60 yaş üzəri olan xəstələrdir. Təşəkkür edirəm. Bu müraciətlərin daha çox yaş qrupundan olması statistikada var yoxsa travmalara görə? Yəni bu xəstəliyin daha çox harda müşahidə edirsiniz daha çox bir həkim olaraq müraciətlərdə? Daha çox degenerativ zəmində gəlir. Yəni oynağın köhnəlməsi, yıpranması şəklində yaşla əlaqəli artrozlar bizə müraciət edir. Oynaqlarda ağrı hər zaman artrozmu deməkdir, yoxsa fərqli problemlərlə də qarşılaşa bilirik? Ümumiyyətlə ağrı artrozun simptomlarından birisidir. Yəni ağrı dediyimiz zaman simptom olduğu üçün hər hansısa bir xəstəlikdə bunu görə bilərik. Travmalarda ola bilər, iltihabi xəstəliklərdə, revmatizmal xəstəliklərdə ola bilər və yaxud sınıqlarda, bizim bağ zədələnmələrində daha çox görürük və yaxud hər hansısa bir travmamız və yaxud degenerativ bir proses yoxdur. İdman sonrası tendinit və ya bursit dediyimiz oynaq içi deyil də oynaq ətrafı ağrılar ola bilir. Bu iltihabi ağrılar adətən ağrı kəsici ilə keçir. Çox təşəkkür edirəm. Biz qısa bir musiqi fasiləsindən ayrılırıq. Dəyərli dinləyicilərimiz, siz isə dalğanı dəyişməyin, qaldığımız yerdən davam edəcəyik. Təkrardan axşamınız xeyir olsun. Qaldığımız yerdən davam edirik. Real Səhəti dinləyirsiniz. Studiyada mən Vasif Akifli sizinləyəm. Qonağımız isə Universal Hospitaldan uzman travmatoloq, ortoped ixtisaslı həkim İsmail Məhrəmlidir. Telefon xəttində dinləyicimiz var. Elşən bəy bizimlədir. Alo, vaxtınız xeyir olsun. Vaxtınız xeyir, salamlayıram. Biz də sizi salamlayırıq. Necəsiz? Çox sağ olun. Buyurun, biz oynaq ağrılarından danışırıq. Diz, bel, ümumiyyətlə bütün oynaq ağrılarını əhatə edən bir mövzunu müzakirə edirik. Sualınızı eşidirik. Mənim dizimdə ağrılar olur, doktordan soruşmaq istəyirdim. Buyurun. Bəli. Bir müddət az olur, yorğunluq da çox olur ayaqlarda, dizlərdə. Daim ağrılar olur son zamanlar. Bilmirəm, bir neçə testlərdən də keçmişəm, amma tam dəqiq nəticə çıxmıyor belə ki. Neçə yaşınız var? 43. Daha öncə bir travma keçirmisinizmi və ya idmanla məşğulsunuzmu? İdmanla qismən az müəyyən vaxtlarda belə məşğul oluram, amma belə ağır idman deyil də sadəcə futbol falan belə. Müayinələrdə nə görüntüləmələr olub? Rentgen, MRT? Damarlarla bağlı biraz genişlənmə görsənirdi, amma ondan başqa elə bir ciddi bir şey çıxmıyor. Damarla bağlı genişlənmə hər halda yəni dizlərdə də ağrılar olur, ümumi ayaqda da yorğunluq olur. Onu bilmək istədim. Ümumi yorğunluqla bağlı əslində bütün ayaqda yorğunluq, yəni ayaq hissələri yəni. Aha. Siz yəqin ki damar cərrahına getmisiniz. O Doppler çəkdirib. Getmişəm, amma tam o diaqnoz olmadı da. Biraz ona görə bir yarımçıq qaldı. Yəni tamamlana bilmədi yəni mənim üçün. Yəni siz spesifik bir ağrı hiss eləmirsiniz diz oynağınızda. Yaygın bir ağrıdan bəhs edirsiniz.
Bəli, amma daha çox dizlərimdə də olur ağrılar. Ən çox hissəsi. Siz yəni spesifik bir şikayət demirsiniz əslində. Yəni səhər tezdən oyananda mı olur, gün ərzində mi olur, istirahətlə azalırmı, artırmı? Yəni Eşən bəy, bəzi ağrılar var ki, çox ayaq üstə durduğumuzda, çox oturduğumuzda, yeridiyimiz oturaraq zaman, bəli. qalxdığımız zaman hansı hallarda bunu hiss edirsiniz ki, burada sizin dizinizdə ağrı şiddətlənir və ya artır? Hə, məndə oturaraq işdir, amma gün sonunda olur daha çox. Oturaq işdi, gün sonunda ayağa qalxdıqdan sonra dizinizdə ağrı hiss edirsiniz. Bəli. Adətən 40-60 yaş arası belə artrozdan bəhs eləyirik. Artrozun başlanğıc mərhələləri olur. Bunlar bizə MRT və ya rentgendə görüntüləmə verməsə də mikroskopik səviyyədə artroz başlanğıcları olur. Bunun üçün biz əvvəla bir müayinəyə gəlməsi lazımdır. Bir rentgen çəkdirib baxmalıyıq. Əgər ki anormal bir şey görməsək, sadə bir simptomatik dərmanlarla takib etməliyik. Şikayətlər keçmirsə, onda irəli tetkiklər olmalıdır. Ehtiyac halında fizioterapiyaya yönləndirəcəyik. Əgər hər hansısa bir oynaq içi struktural bir problem görməsək. Eşən bəy, hazırda biz burada işin maarifləndirmə tərəfindəyik. Suallarınıza cavab veririk, amma mütləq dəqiq diaqnoz üçün siz mütləq ki, həkim müayinəsində olmalısınız. Elə bunu da dəyərləndirib Universal Hospitala sizi dəvət edirik. Müayinələrinizi edin, həkimlə canlı olaraq öz problemlərinizi danışın. Zənginiz üçün təşəkkür edirəm. Həkim, istərdim elə artrozun ilk və ən erkən əlamətləri hansılardırdan başlayaq? İlk əlamət bayaq da dediyimiz kimi ağrıdır. Bu ağrılar fərqli şəkildə olur. Məsələn, səhər oyandığımız zaman sərtliklə başlayır artroz ağrıları, amma bir 30 dəqiqədən az olan bir sərtliklə başlayır. Revmatolojik ağrılar isə 30 dəqiqədən daha çox 1 saat civarında olan ağrı ilə başlayır. Artroz ağrıları gün içərisində get-gedə artır axşama doğru, amma istirahətlə bu ağrılar keçir. Revmatolojik ağrılar isə tam tərsi sabah erkəndən tutuqluq olur, gün içərisində hərəkətlə azalır. Yəni ən əsas ilkin bizim diaqnozumuzu dəqiqləşdirmək üçün ağrı simptomuna fikir veririk. Bundan əlavə artrozda digər simptomlar sərtlikdir, oynaq hərəkət məhdudiyyətidir. Yəni hərəkət artroz zamanı faydalıdır yoxsa zərərli? Belə bir mif var ki, hər kəs diz ağrıları, bu çanaq oynaq ağrıları olan xəstəyə gəzmirsən, çox gəzsən diz oynaq ağrıların azalacaq. Amma bəzən gəzəndə də deyirik, çox gəzmə, ağrım var. Yəni belədir ki, hər şeyin fazlası zərardır dediyimiz kimi. Tam hərəkətsiz qaldığımız zaman artrozun biz əslində artmağına şərait yaradırıq və ya çox gəzdiyimiz zamanda. Bunun bir ortası olmalıdır. Yəni necə bir idman? Gəzməlisiniz, yüngül yürüyüşlər etməlisiniz, üzmədir, diz çevrəsi və ya butçanaq oynağı çevrəsini gücləndirən hərəkətlər etməlisiniz. Ancaq sürətli qaçışlar, oynağa yük mindirən idmanlar, travmatik idmanlar, bunlar zərərdir. Uzun məsafə yürüyüşlərdə Həm hərəkətsiz qalmamalıyıq, həm də ağır hərəkətlərə də məruz qalmamalıyıq. Ki ortası, yəni ümumiyyətlə belə olmalıdır. Bəli. Telefon xəttində dinləyicimiz var, Dilara xanım bizimlədir. Alo, vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiz? Yaxşıyam, çox sağ olun. Yaxşı olun. Yaxşı Buyurun, biz olasınız. sizi dinləyirik. Oynaq ağrılarından danışırıq. Sualım doktora idi. Buyurun. Doktora sualım o idi ki, mənim oynaqlarımda ağrılar var. Bilmək istəyirəm neçə kurs müalicə ilə bunları aradan qaldıra bilərəm. Birbaşa müalicənin sualını ünvanladı dinləyicimiz. Yaşınız neçədir? Yaşım 36. 36 yaş. Bəli. Kilo varmı? Kilo yox. 46 kilo. 36 yaş, 46 kilo, oynaq ağrıları. Daha öncə bildiyiniz revmatolojik bir xəstəliyiniz var bəlkə? Xeyr, olmuyor. Heç həkimə müraciət etmisinizmi Dilara xanım? Etməmişim. Dedilər bu düşünürdülər ki, revmatizma ilə bağlıdır. Amma Elə İsmail həkim də o sualı verdi sizə. Revmatizma ilə bağlı hansı bir şikayətiniz olubmu və ya belə bir xəstəlik keçmişiniz varmı? yoxdur. Sonra belə bir belə də, yəni
araşdırdım və başa düşdüm ki, yoxdur da. Son zamanlar bəlkə yürüyüşə çıxırsınız, idmanla məşğulsunuz. Olur, düzdür, yürüyüş eləyirəm. Bəlkə də ondandır bu son zamanlar ağrılar. Bir də oynaq ağrısı deyirsiniz. Ümumiyyətlə istərdim elə həkimə də bunu bildirəsiniz ki, dizinizdəmi, belinizdəmi, hansı oynaqlarda ağrıdan söhbət gedir? Diz və bel. Diz və bel ikisi bir yerdə. Adətən gənc xəstələr bizə oynaq ağrısı ilə müraciət etdiyi zaman, kilo yoxdursa, revmatoloji səbəblər yoxdursa, biz ona son zamanlar etdiyi məşğuliyyətləri soruşuruq və 90%-in cavabında bu olur ki, son 1 aydır, 2 aydır yeni idmana başlamışam, çox uzun müddət yürüyüşlər eləyirəm. Bəzisi gəlir deyir 8 kilometr yürüyüş eləyirəm, amma dizlərim niyə ağrıyır? Yəni idmanla sizin ağrılarınız üst-üstə düşür. Uzun müddət və yaxud uzun tempoda idman elədikdən sonra ağrıların olması normaldır əslində. Yəni idmanı azaldın, ağrı kəsicini, yəni həmin son zamanlar artırdığınız idmanı azaldın və ağrı kəsici və simptomatik şəkildə müalicə edilməsi lazımdır. Ağrı kəsici, gel, tablet. Buna rəğmən 1 həftə, 10 gün şəklində şikayətləriniz keçməzsə, o zaman bizə müraciət edin. Biz əlavə tetkik istəyək, rentgen ehtiyacı halında MRT və ağrının səbəbini araşdıraq. Yəni siz birbaşa müalicə istədiniz, amma əvvəla diaqnozu dəqiqləşdirmək lazımdır. Çox təşəkkür edirəm doktor. Buyurun, sağ olun. Təşəkkür edirik. Diaqnozu dəqiqləşdirmək üçün isə bütün dinləyicilərimizin nəzərinə çatdırım ki, 099 599 65 56 Universal Hospitalın əlaqə nömrəsidir. Zəng vurub birbaşa şikayətinizi bildirə və həkimlə görüş təyin edə bilərsiniz. İstərdim elə növbəti artrozla ilgili sualımı verim. Artrozda xırıltı səsi nəyi göstərir? Əvvəla xırıltı səsi pasientlərin çox sual verdiyi simptomlardan biridir. Bəzən bizə soruşurlar ki, heç ağrı olmasa belə, doktor, dizimdə, ayaq biləyimdə şaqqıltı səsi gəlir. Bunlar nədir? Ağrısız olan hər bir səs bizim üçün təhlükəsizdir. Onun üçün heç bir təhlükəsizdir. Bəli. Onun üçün heç bir müalicə tətbiq edilmir. Ancaq diz artrozunda özəlliklə irəli mərhələ artrozda krepitasiya dediyimiz yaxından qulaq asdıqda eşitdiyimiz və ya toxunduqda əlimizin altında hiss elədiyimiz o xırçıltı səsi var. Bu qığırdağın səthinin aşınması, nahamar olması, oynaq çevrəsində olan osteofit dediyimiz sümük parçalarının bir-birinə sürtünməsi şəklində ortaya çıxan ağrılardır. Bu ağrılar və krepitasiya, yəni həmin səslər birlikdədirsə, bizi artroz olduğuna daha da ikna edir və irəli tetkik eləyirik. Bunları gördüyümüz zaman əvvəla rentgen baxırıq, ondan sonra xəstənin simptomlarına görə ehtiyac halında tetkikləri artırırıq. Çox təşəkkür edirəm. Qısa bir reklam fasiləmiz var. Siz isə dalğanı dəyişməyin, qaldığımız yerdən davam edəcəyik. Təkrardan axşamınız xeyir olsun. Qaldığımız yerdən davam edirik. 077 710 7107 WhatsApp xəttimiz ixtiyarınızdadır. 404 15 94 nömrəsinə zəng vurub birbaşa suallarınızı həkimə ünvanlaya bilərsiniz. Təbii ki, bu sürücülərimizə xüsusi yol hərəkət qaydalarına riayət etməyi də xahiş edirik. Bizimlə danışarkən yolda ehtiyatlı olun, hava şəraitini nəzərə alın, təhlükəsizliyi nəzərə alın, digər avtomobillərin təhlükəsizliyini nəzərə alın. Ümumiyyətlə hər şeyi nəzərə alaraq ehtiyatı əldən buraxmayın. İstərdim sualımıza qaldığımız yerdən davam edək. Artıq çəki əslində günümüzün problemidir. Nəinki oynaq ağrılarında. Bütün xəstəliklərin yanaşı problemində artıq çəkini eşidirik. Bəli. Bütün problemlərlə bağlı müraciətlərdə çəki soruşulur. İstər əməliyyatxanada olsun, istər müraciətlərdə olsun, istər klinik testlərdə olsun. Hər yerdə artıq çəkini eşidirik və problem olduğunu bilirik. Hətta qlobal bir problemə dönüşüb bu artıq. Bəs bu artıq çəki oynaqlarda necə təsir edir? Artıq çəki artrozun birinci düşməni deyə bilərik. Artroza birbaşa mexaniki oynaqlara mexaniki təsiri var. Hardasa bir oynağa, diz oynağına hər artıq alınmış çəki 3-6 dəfə fazla olan bir güclə təzyiq uyğulayır. Ona görə də bizim üçün hər alınmış 1 kilo belə vacibdir və artrozda ən əsas əlimizdə xəstəyə dediyimiz və bunu eləsən şikayətlərin azalacaq dediyimiz tək etioloji bəlkə də bu artıq çəkidir. Yəni ona görə də biz dönə-dönə pasientlərə deyirik ki, artıq çəkiniz varsa artroz zamanı diz və but çanaq oynaq artrozlarında
mütləq çəki verin. Çünki şikayətlər həqiqətən də biz simptomatik müalicə elədiyimiz zaman, ağrı kəsici verdiyimiz zaman bir neçə kilo verilmiş çəki belə pasientlərin çox rahatlamasına səbəb olur. Biz bilirik ki, xəstəliklərdə yanaşmalar fərdidir. Hər bir xəstənin özünə görə fərdi bir yanaşma tətbiq olunur. Buna niyə toxunuram? Çünki sualım bundan ibarət olacaq ki, oturaq həyat tərzi. Çünki bəzilərində otursa problem yaranacaq, bəzisində qalxsa problem yaranacaq oynaqlarında. Oturaq həyat tərzi bu saydığımız problemlərdə hansı riskləri gətirib çıxardır və ya çox hərəkətli olmaq hansı riskləri gətirib çıxardır? Oturaq həyat tərzi ümumiyyətlə bədəndəki heç bir xəstəlik üçün tövsiyə edilmir. Ümumiyyətlə tövsiyə edilmir və oynaqlar üçün də niyə tövsiyə edilmir? Oturaq həyat tərzi və hərəkətsiz oynaq zamanı oynaqda sərtlik yaranır. Bu bir. İkincisi, oynaq çevrəsi əzələlər gücsüzləşir və gücsüzləşmiş əzələlər də oynaq çevrəsində bir balans saxlaya bilmir və hərəkət zamanı ağrıya səbəb olur. Eyni zamanda qığırdağın qidalanmağı da hərəkətlə olur. Necə olur? Qığırdaq normalda qanlanması olmayan bir yapıdır və hərəkət elədiyimiz zaman oynaq mayeəsi, sinovial maye bu hərəkət zamanı oynaq içərisində yayılır. Bir mexaniki təsir olmalıdır ki, o qığırdağa difuziya eləsin. Yəni bir növ hərəkətsiz qalmaq əslində qığırdağın qidalanmasını pozur. Hərəkətdən bizim kastımız davamlı olaraq qaçmaq, uzun məsafələr gəzmək, ağır travmatik idmanlar eləmək deyil. Sadə bir yürüyüş belə bizim oynaq hərəkətlərinin artmağına, sərtliyin aradan qalxmasına və oynaq çevrəsi, əzələlərin güclənməsi üçün kifayətdir. Telefon xəttində dinləyicimiz var, Rövşən bəy bizimlədir. Alo, vaxtınız xeyir olsun. Salam, vaxtınız xeyir. Necəsiz? Çox sağ olun, yaxşı, siz necəsiz? Təşəkkürlər, biz də yaxşıyıq. Oynaq ağrılarından danışırıq. Dizdə, beldə, ümumiyyətlə sizi narahat edən hansı nüanslar varsa, buyurun, həkimimiz sizi dinləyir. Mən elə əslində həkimə getməli idim. Təsadüfən radioda bu verilişə rast gəldim. Elə dedim ki, birbaşa buradan pulsuz həkimdən soruşum. Buyurun. Fitnesslə... Sonra müayinəmiz pullu olacaq amma. Olar, problem deyil. Buyurun. Fitnesslə məşğulam deyə idmanla hər yerim demək olar ağrıyır. Sualım biraz mücərrətdir, amma bilmirəm neyniyim. Məsələn, qollarımda o qədər bir ağrı olur ki, zalda məsələn 100-200 kilo çəki qaldırıram, amma idmandan sonra məsələn qapının qulpunu tuta bilmirəm. Əllərim sanki belə boş olurmuş. Ona görə mazlarla özüm belə sadəcə ağrı kəsici istifadə edirəm, amma uzun vədəli bir necə müalicə eləyim onu bilmirəm. Sualınızı başa düşdüm. Mən özüm də fitnesslə məşğul olduğum üçün sizə daha rahat bu suala cavab verəcəm. Yəni oynaq ağrıları, ağırlıq qaldırdığınız zaman müəyyən bir müddətdən sonra artmağa başlayır. Nəyə görə? Çünki siz hər də proqressiv şəkildə çəkini artırırsınız. Və müəyyən müddət sonra istər əzələlərdə, istər də sümüklərdə bir yüklənmə olur və qidalanma ilə idman arasında olan bir balanssızlıq olur. Siz həddindən artıq idman eləyirsiniz, bədənin istirahətinə zaman ayırmırsınız və bu zaman qidalanması və istirahəti pozulmuş olan oynaq və əzələlərdə ağrılar başlayır. Sizə tövsiyə edərdim ki, heç olmasa həftədə müəyyən günlər, hər gün idman etməyin və yaxud idman etdiyiniz zaman bir arada bir həftə 10 gün istirahət verin və ağrı kəsici zaten dediyiniz kimi ağrı kəsici istifadə eləyirsiniz. Amma təkcə ağrı kəsici ilə olmaz. Bədənə toparlanmağı üçün, sağalmağı üçün şans və zaman tanımaq lazımdır. Sizin eləməli olduğunuz müəyyən bir müddət idmana ara vermək və bədənin toparlanmağı üçün ona şərait yaratmaqdır. Çox təşəkkür edirik zənginiz üçün. Sizə də təşəkkür edirəm. Bu qədər zənglərə cavab verirsiniz və həqiqətən də doğru tövsiyələr çox vacibdir bu gün. Telefon xəttində növbəti dinləyicimiz var. Elnara xanım bizimlədir. Alo, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Gözəl verilişiniz var. İnanın ki, Kəlbəcərə gedə-gedə sizi dinləyirəm, qulaq asıram. Sağ salamat, qəzasız, bəlasız çatın. Biz təşəkkür edirik diqqətiniz, zənginiz, etimadınız üçün. Studiyada qonağımız var. Oynaq ağrılarından danışırıq. Universal Hospitaldan uzman travmatoloq, ortoped ixtisaslı həkim İsmail Məhrəmli bizimlədir. Buyurun, sizi dinləyir. Buyurun. Alo.
xətt düşdü. Dəyərli redaktorumuz zəhmət olmasa təkrardan dinləyicimizlə əlaqə saxlamağa çalışaq. Bu müddət ərzində mən sizdən bir sual verim sizə. Artrozun diaqnozu hansı müayinələrlə qoyulur? Bəzən qorxur dinləyicilər həkimə getməkdən, ən azından bilsinlər ki, gedişat necə olur. Bizə çox sıx rastlaşdığımız bir vəziyyət var. İnsanlar sosial mediadan və yaxud şəxsi nömrədən bizə davamlı olaraq rentgen və ya MRT görüntüləri atırlar. Doktor, bu görüntü var. Nə deyə bilərsən buna görə? Təbii ki, görüntülər bizim üçün vacibdir. Rentgendir, MRT-dir. Bunlar bizim üçün vacibdir. Amma ən önəmli olan xəstəyə toxunmaqdır, onu qulaq asmaqdır, yanımızda o xəstəni görməkdir. Canlı olaraq. Bəli, canlı olaraq müayinə etməkdir. Nəyə görə? Bəzən bizə rentgen atarlar, biz 4-cü mərhələ artroz görərik və ona diz protezi vacibdir deyərik. Ancaq bu belə olmamalıdır. Bəzi pasiyentlər var ki, şikayətləri irəli səviyyədə deyil, amma rentgen 4-cü mərhələdir. Bəziləri isə rentgendə daha yaxşı görünür, amma şikayətləri çox irəli mərhələdədir. Yəni mən 2-ci mərhələ olan artroza fərqli bir şey deyə bilərəm, amma fakt budur ki, onun şikayətləri çox şiddətlidir. Yəni 1-ci mərhələdə xəstənin klinik müayinəsi lazımdır. Biz o xəstənin oynaq hərəkət açıqlıqlarına baxmalıyıq. Şişlik varmı, qızarıqlıq varmı, sərtlik varmı? Bunlara baxmalıyıq. Xəstənin şikayətləri nə zaman başlayır, nə zaman bitir, bunları bilməliyik. Ondan əlavə rentgen bizə köməkçi olaraq bir dəstək olur. Artroz müayinəsində irəli səviyyədə biz MRT də istəyə bilirik, amma çox da ehtiyacımız olmur. Analiz isə, qan analizi isə artrozda demək olar ki, istifadə etmədiyimiz bir müayinə növüdür. Adətən revmatoloqlar tərəfindən daha çox istifadə olunur. Təşəkkür edirəm. Elnara xanım təkrar xəttə qoşduq. Alo, hər vaxtınız xeyir olsun təkrardan. Hər vaxtınız xeyir olsun. Bağışlayın, set kəsildi. Buyurun. Siz yoldasınız, nəzərə alırıq. Həkimdən müraciətim oydu ki, havalar dəyişkənli olanda, yağışlı olanda məndə də bu oynaq ağrıları olur. Çox vaxt bizdə həkimə yoxlanmamışam. Deyirlər ki, revmatizm olar falan. Ancaq bilmirəm ki, həqiqətən elədirmi, yoxsa yox. Niyə hava dəyişkənli olanda oynaq ağrıları baş verir? Başa düşdüm sizi. Siz adətən revmatizmal xəstəlikləri simptomunu bizə söylədiniz. Bu ağrılar sadəcə bir oynaqda mı var, bütün oynaqlarda da mı var? Səhər oyananda olur, axşam olur. Bunu izah edin. Alo, Elnara xanım, ağrıların zamanı, müddəti, gecə mi olur, gündüz mü olur, yeridiyiniz zaman mı, oturduğunuz zaman mı? Axşam tərəfi olanda ən çox hava dəyişkənli olanda, səhər o başlanadan belə aralarda, günorta saatlarında bəzən o qədər çox olmur. Günorta saatlarında hərəkət aktivliyiniz nə qədərdir? Oturaq mı keçirdiniz o saatlar, ayaq üstə? Yürüyüş edənəm. İstirahətdə ağrılarınız artır, belə başa düşürəm ki. Bəli, aysa o elə bil ki, bu ayaqlar, o ağrılar onu söylür ki, dayanmadı. Səhər oyananda oynaqlarda bir tutqunluq olurmu? Bəli. Sərtlik. Nə qədər çəkir bu? 1 saat, 2 saat? Hardasa bir yarım saat, 40 dəqiqə çəkir. Nəsə görüm elə özüm narahatçılığımda bir deklafinat iynəsi vurdururam ki, bəlkə o belə iynə dayanar, sonra biraz sakitləşər. Siz artrozdan ziyadə revmatolojik ağrıların simptomlarını bizə dediniz. Sizi revmatoloqa getməyinizi tövsiyə edirəm. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Bəs artrozun müalicəsində dərman müalicəsi artrozu dayandıra bilirmi? Yoxsa mütləq bir cərrahi müdaxiləsi mi var, ya da az əvvəl vurğuladığınız kimi fizioterapevtə getməlidir? Artroz proqressiv degenerativ bir xəstəlikdir. Yəni artrozun tamamilə müalicəsi mümkün deyil. Onunla bağlı araşdırmalar gedir, amma biz filan dərmanı içək, artroz müalicə olsun, bitsin. Belə bir şey yoxdur. Sadəcə simptomatik olaraq ağrı kəsicilərlə şikayətləri, ağrıları azaldırıq və yaxud başqa qığırdaq qoruyucu dərmanlar fərqli isimlərdə var. Bunlar istifadə olunur. Yenə ağrı kəsilməsində və yaxud şikayətlərin simptomların daha da irəliləməməsi üçün istifadə edirik. Amma heç bir şəkildə hər hansısa bir dərman tamamilə artrozu müalicə etmir. Az əvvəl vurğuladınız fiziki terapiya ilə bağlı. Bu mənim üçün də əslində maraqlıdır. Çünki əminəm ki, dinləyicilər də maraqlandırır ki, hansı mərhələdə artıq fiziki terapiyaya getmək lazımdır və bu mərhələdə effekt nə qədər olur?
Fizioterapiya əslində bütün mərhələlərdə lazımdır. Artrozun ilkin mərhələlərində fizioterapiyaya yönləndirdiyimiz zaman çoxunluqla xəstələr getmir. Ağrı kəsiciləri də istifadə etmirlər hətta. Amma ilkin mərhələlərdə getdiyi zaman, əzələ gücləndirdiyi zaman artrozun irəliləməsini böyük ölçüdə azaldırıq. Yəni ki, biz bir 50 yaşında artroz diaqnozu qoyduğumuz birinə fizioterapiyaya yönləndirdiyimiz zaman bizim məsləhətimizə əməl elədiyində onun irəliləmə sürəsi bəlkə 70-75 yaşına qədər çəkir. Amma əməl eləməyənlər artrozun gedişatını əngəlləyə bilmədiyimiz üçün daha tez 60-65 yaşlarda protez ehtiyacı olan səviyyəyə qədər gəlirlər. Amma biz irəli mərhələdə gördüksə xəstəni ilk dəfə, irəli mərhələdə yenə biz fizioterapiya tövsiyə edirik. Bunlar isə artrozu dayandırmır. Sadəcə simptomları keçməsi üçün, rahatlaması üçün vacibdir. Əməliyyat öncəsi belə fizioterapiya tövsiyə edirik. Çünki bu bizim üçün əməliyyat sonrakı olan, əməliyyatdan sonra reabilitasiyamızı asanlaşdırır. Əməliyyat öncəsi olan fizioterapiya əməliyyatdan sonra daha tez rahatlıqla addım atmağa köməklik göstərir. Bu oynağa vurulan iynələr var. Bəli. Bu son zamanlarda da çox yayılıb artıq. Diz oynaq ağrılarında daha çox istifadə olunur. Görürük, reklamlarını da görürük, həkimlərin tövsiyələrində də eşidirik, xəstələrin öz istəklərində də görürük. Bu oynağa vurulan iynələr nə vaxt tövsiyə olunur? Hansı mərhələdə artıq ağrının və ya problemin hansı mərhələsidir? Əsasən hansı mərhələdə olduğu vacibdir. Bəli. Erkən mərhələdə olan və sinovit atağı şəklində olan ağrılarda, əgər ki, ağrı kəsici ilə fayda görməyibsə xəstə, biz oynaq içi kortikosteroidlər istifadə edirik və bu zaman xəstə çox effektini görür. Ancaq irəli mərhələdədirsə və ataq şəklində deyilsə, sadəcə xronik bir ağrıdırsa, biz ona hialuron turşusu tövsiyə edirik və oynaq içi sürüşməni, kayğanlığı artırır və ağrıları da azaltmağa kömək eləyir. Daha erkən yaşlarda, 30-lu 40-lı yaşlarda isə artroz deyil də qığırdaq zədələnməsi şəklində gələn xəstələrə PRP dediyimiz inyeksiya tövsiyə edirik ki, bu da xəstənin öz qanını istifadə eləyib oynaq içinə vurma yöntəmidir. Bir neçə mərhələlərdən danışdıq əslində. Son mərhələ isə əməliyyat tərzindən bütün xəstəliklərdə bu qaçınılmaz bir haldır. Bəs bu çanaq və diz artrozunda əməliyyat hansı hallarda qaçınılmaz olur? Bizim bütün konservativ müalicə metodlarımızı yoxladıqdan sonra ağrı kəsicidir, oynaq içi inyeksiyadır, fizioterapiyadır yoxladıqdan sonra heç biri fayda vermirsə əgər və bu ağrılar artıq istirahətdə də olursa, gecələr yuxudan oyandırırsa və biz pasiyentə soruşuruq ki, gün içərisindəki işlərinizi idarə edəcək qədər belə ağrı sizə imkan vermirsə, onda biz əməliyyat tövsiyə edirik. Yox, digər şəklində, yəni xronik ağrı var, amma idarə eləyirəm. Heç olmasa gün içərisində, ev içində işlərimi həll edirəm. Heç olmasa bir dayanacağa qədər evdən 100-200 metr rahatlıqla gedirəm deyənlərə biz yenə konservativ müalicələri davam elətdiririk. Yəni 4-cü mərhələ artroz gördüyümüzdə belə. Sadəcə artıq mən heç bir şəkildə bu ağrılara dayana bilmirəm deyən xəstələrdə biz əməliyyat deyirik. Əməliyyata qədərki mərhələlərlə bağlı müəyyən şeylər danışdıq və toxunduq nüanslara. İstərdim əməliyyatdan sonraki mərhələni də danışaq ki, sağalma müddəti nə qədərdir, nələrə diqqət olunur, xəstə hansı şəraitdə saxlanılır, ev şəraitində nəyə diqqət edir? Pasiyentlər əməliyyatdan bir gün sonra ayağa qaldırılır, yeridilir. Həm diz protezi əməliyyatı, həm but çanaq oynağı protezi əməliyyatlarında bir gün sonra ayağa qaldırıb yeridirik. Və həmin gündən etibarən də oynaq hərəkətləri başlanır. İcazə vermirik ki, ağrıya görə xəstə oynağı hərəkətsiz saxlasın və kontraktura dediyimiz sərtlik yaransın. Ağrısı olsa belə biz tövsiyə edirik. Müəyyən fizioterapiya hərəkətləri özümüz elətdiririk ilk başda ki, xəstəxanadan gedənə qədər artıq pasiyent hər şeyə güvənsin, bütün hərəkətləri eləsin, bizim gözümüzün önündə gəzsin. Evə gedənə qədər artıq hər şey rahat olsun və öyrənmiş bir şəkildə getsin.
Dikişlərimiz məsələn soruşa bilərlər nə zaman alınır. 3 həftədən, 4 həftədən sonra pasiyentin yaşına bağlı olaraq ortalama 3 həftədən sonra dikişlər alınır və xəstə normal həyata ortalama 6 həftədən, yəni 1 ay yarımdan sonra normal həyata qayıda bilir. Əməliyyatdan sonra mütəmadi bir həkim baxışı varmı mütləq ki, bu qədər ayda müddətdən sonra gəlməlisiniz, baxılmalıdır? Əvvəla dikişlər alınana qədər davamlı olaraq 2 gündə bir, 3 gündə bir özümüz takib edirik. Dikişləri də özümüz alırıq. Ondan sonra 6-cı həftəlik kontrol var. 3 aylıq və 6 aylıq kontrollar var. Pasiyentin şikayəti yoxdursa artıq 1 illik kontroldan sonra çağırmırıq. Biz ayrılan vaxtın sonuna yaxınlaşırıq. İstərdim elə son sualımla da verilişimizi tamamlayaq. Artrozdan qorunmaq üçün gündəlik həyatda nələrə diqqət etməliyik? Ən böyük etməmiz gerəkən şey. Ya da qoruna bilirikmi? Bəlkə də qaçınılmaz bir problemdir. Ən çox etməmiz gerəkən şey kilo almamaqdır. Artıq çəkidən azad olmaqdır. Davamlı olaraq travmalardan uzaq olmaq, artıq çəkidən azad olmaq, hərəkətsiz qalmamaq, oynaqları az da olsa hərəkət etdirmək, metabolik problem xəstəlikləri, bunlar şəkərdir, diabet, təzyiqdir, endokrinolojik, metabolik xəstəliklər. Bunların ardıca gedib müalicəsini tamamlamaq, çünki bunlar da çox önəmlidir. Yəni məsələyə holistik baxmaq lazımdır. Hər bir atacağınız addım sizi artrozdan bir qədər daha uzaqlaşdırır. Çox təşəkkür edirəm. Vaxt ayırdınız, gəldiniz, öz dəyərli vaxtınızdan, pasientlərinizdən zaman ayırdınız. Bizim dinləyicilərimizə də maraqlı məlumatlar verdiniz. Dəyərli dinləyicilərimiz, bugün Universal Hospitaldan uzman travmatoloq, ortoped, ixtisaslı həkim İsmail Məhrəmli ilə but, çanaq və diz oynağı artrozu haqqında vacib və faydalı müzakirə etdik. Unutmayaq ki, oynaq ağrıları yaşlanmanın qaçınılmaz hissəsi deyil. Vaxtında müraciət və düzgün yanaşma ilə həyat keyfiyyətini qorumaq mümkündür. Biz ayrılan vaxt bitdi. Sizsə Dalğanın dəyişməyi saatın tamamında həmkarım Tural Qaranın təqdimatında ən son xəbərləri dinləyəcəksiniz. Hələlik sağlam qalın.